Sonra növbəti 18-ci bab İmam Buxari açır, buyurur ki, Bəbu salati fis-sutuhi vəl-minbəri vəl-xəşəbi. Yəni səth, yəni damlarda, minbərdə və körpü və yaxud da ki, ağacın üzərində, taxtanın üzərində belə deyək, ağac materialının üzərində namaz qılmaq babı. Qalə Abdullah, İmam Buxari öz sözünü gətirir. وَلَمْ يَرَ الْحَسَنُ بَأْسًا أَنْ يُصَلَّى عَلَى الْجُمْدِ وَالْقَنَاطِرِ وَإِنْ جَرَى تَحْتَهَا بَوْلٌ أَوْ فَوْقَهَا أَوْ أَمَامَهَا إِذَا كَانَ بَيْنَهُمَا سُتْرَةٌ. Abdullah, yəni İmam Buxari Həsən sözünü gətirir ki, Həsən körpülərin üzərində və yaxud da hündür bir yerdə, yəni onun altında, namaz qılınan yerin altında, yəni sidik olsun, başqa nəcasət olsun və yaxud önündə və yaxud arxasında, əgər onların arasında aralayıcı bir təmiz şey varsa, o halda namaz qılmağı problem görməyib. Və sallə Əbu Hureyrətə alə səqfil məscidi bi salati imam. Və İmam Buxari davam edir, müəlləq hədisi ki, Əbu Hureyrə məscidin üzərində, yəni namaz qıldı, yəni imama tabi olaraq. İmamın namazı ilə namaz qıldı. Harada? Məscidin üzərində. İmam haradaydı? Məscidin içindəydi. Və sallə İbn Ömərə alə səlc. Və həmçinin İbn Ömər buzun və yaxud qarın üzərində namaz qıldı. İmam Buxari bu babı gətirməklə onu bildirmək istəyir ki, yerin üzərindən, yəni birbaşa torpaqdan aralayan, torpaqdan, yəni insanı qopardan və yaxud onun üzərində mani varsa, aralayıcı bir şey varsa, hər hansı bir maddə varsa, onun üzərində namaz qılmaq nədir? Problem deyil. Ola bilsin ki, o ayrılayıcı dediyimiz ayran, yəni o maddə, material, fərqi yoxdur. Birbaşa yerin üzərində olsun, sən onun üzərində qılasan və yaxud da ki, yerin onun arasında məsafə olsun, məsələn, körpü kimi. Yəni o nədir? Problem deyil və yaxud evin binası, evin səthi kimi. O nədir? Bildirmək istəyir ki, bu şəriətdə icazəlidir. Minbər olsun və yaxud da ki, çarpayı olsun, yəni taxtadan düzəldilmiş yataqlar, çarpayılar və yaxud başqa bir şey. İbn Teymiyyə rahimehullah deyir ki: "Və lən zə' beyn əhli el-ilm fi cavaz salati və-sucudi aləl-mafariş izə kanət min cinsil ard." İbn Teymiyyə deyir ki, elm əhli arasında heç bir ixtilaf yoxdur ki, yəni namaz, səcdə etmək və yaxud namaz qılmağın icazəli olmağı barədə harda furuş, yəni sərilmiş bir şeylər, yəni furuş, yəni xalça olsun və yaxud yerə sərilmiş bir şeylərin üzərində namaz qılmaqda elm əhli ixtilaf eləməyib, əgər yerin cinsindəndirsə, yəni həsir kimi, buna oxşar bir şey kimi. Xumra gətirir, həsir gətirir və başqa şeylər. Və innəmə tənəzə'u fi kirahəti zəlikə alə mə leysə min cinsil ard. İxtilaf hardadır? Alimlər arasında o sarılmış, yerə sərilmiş şey, əgər yer cinsindəndir, torpaq cinsindən deyilsə, başqa bir materialdandırsa, o barədə ixtilaf ediblər. Məsələn, heyvanların dərisi kimi və yaxud başqa şeylər kimi. Xalça da, məsələn, yundan olan xalça kimi ixtilaf ediblər. Amma buyurur ki, İbn Teymiyyə rahimehullah, elm əhlinin əksəriyyəti buna da icazəli veriblər və bu hədis əhlinin, İmam Şafinin, Əhmədin, Kufənin, yəni əhli Kufənin, həm Əbu Hanifənin və başqa alimlərin rəyidir və bu da səhihdir. Yəni ki, heç bir fərqi yoxdur. Nədən olur olsun? Yəni o hal, yəni nəyin üzərində namaz qılmaq icazəlidir. Və Ayşənin hədisini gətiriblər. Peyğəmbər sallallahu əleyhi və səlləm onun o, yəni deyir ki, şeyin həsiri, firaşı şeydən deyildi. Yer cinsindən deyildi. Ya cilddən ya da ki, yundan idi. Bir tənbih, o ki qaldı, məlum firqə mütləq deyir ki, yer cinsindən olmalıdır və yalnız qoyurlar başlarına möhür kimi və bunun da şəriətdə heç bir əsli yoxdur və bidət və zəlalətdir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm öz əhlinin yatağında namaz qılmışdır. Və yataq da qeyd etdiyimiz kimi ya ondan idi, ya yundan idi, ya da ki dəridən idi. Yəni torpaqdan deyildi, qumdan deyildi. O ki qaldı Kərbəla torpağı və başqa o daha betər. Necə Şeyx Albani rahimehullah deyir ki, heç bir hədisdə
Yəni Kərbəlanın müqəddəsliyi və yaxud hardansa gəlmiş torpağın üzərində səcdə etməlisən, mütləq xas müqəddəs torpağa səcdə etməlisən. Bunu kimi, bunların etdikləri kimi əməllər heç bir səhih hədisdə sübut olunmuyor və bu da nədir? Zəlalət və bidətdir. İbn Həsənin sözünə gəlincə İbn Rəcəb deyir ki, yəni yerin üzərində asılmış bir şey, yəni hündürdə olan, yerlə onun arasında bir məsafə olan, məsələn minbər kimi, körpü kimi və binanın səthi kimi bu kimi şeylərdə namaz qılmaq problem deyil və bu da alimlərin əksəriyyətinin nəyidir? Rəyidir. Alimlərin əksəriyyətinin rəyidir. O ki qaldı bir məsələ, yəni bugünkü günümüzdə də aktualdır. Əgər insan, məsələn, sən biləcəksiniz, bugünkü günə bina evlərində çoxdur. Yəni insan əgər bir şeyin üzərində qılırsa, onun altında məsələn kanalizasiya xəttləri gedir, nəzasət gedir. Və yaxud bunu kimi hallar, məsələn, əgər onların üzərində alimlər deyirlər ki, necə bu hədisləri dəlil gətirərək, o arasında bir şey varsa, yəni səni ayıra biləcək, oradan təmiz bir şey varsa, orada problem yoxdur. Bura həmçinin uşaqların bildiyimiz pampersləri də aid. Çox suallar gəlir ki, uşaq pampersləri qucağıma çıxır, namaz qıla bilərəmmi? Bəli. Çünki o nəcis varsa, o nəcislə sənin aranda nə var? Həil var, aralayan, yəni maniyə var. Və əgər şeyx deyir ki, biz desək ki, yox, bu mütləq tam təmiz olmalıdır, bugünkü günümüzdə insanları böyük çətinə, yəni şiddətli haraca, məşəqqətə salmış olaraq, çünki nəinki məşəqqət, bunu etmək demək olar ki, mümkün deyil və bu nə ağıldandır, nə də şəriətdəndir. O ki qaldı, üzü məsələn ayaq yolu olsun, zibillik olsun, bunu kimi yerlərə üzünü tutub namaz qılmaq, əgər orada qadağa olsaydı, əlbəttə sütrədən arada bir şey olmalı, tam açıq yox, yəni nəcislərin arasında bir şey olmalıdır, yəni mani olmalıdır. Əgər şeyx deyir ki, əgər orada qadağa olsaydı, şəriət, hakim olan şəriət mütləq bunu bizə bunu bizə xəbər edərdi. Bunu bizə bildirər ki, filan şeylərdə namaz qılmaq olmaz. Madam ki, bu arada heç bir qadağa yoxdur, ümumi qaydanın altına girir. Əgər bizim aramızda onu yəni bir maniyə varsa, orada da inşallah ki, problem yoxdur. Xüsusən də şəriət bizə üzü qibləyə və yaxud arxası qibləyə kiçik bayra çıxmağa, böyük bayra çıxmağa qadağan edib. Bunu da, yəni əgər elə olsaydı, şəriət bunu da bizə qadağan edərdi. Qadağan deyilsə demək ki, bu nədir? İcazəlidir. Və sallə Əbu Hüreyrətə alə səqfil məscidi bi salatil imam. Əbu Hüreyrə, yəni məscidin damında imamın tabi olaraq namaz qıldı. İmama tabi olaraq namaz qıldı. Hafid ibn Həcər bu hədisin iki rivayətini gətirir və bunları bir-birinə gücləndirir, yəni səhih dərəcəsinə çıxardır. Və bu da dəlildir ki, məsəl üçün torpaq binanın üzərində, məscidin üzərində, hansı ki yer üzərində tikilib, İmam Buxari o dəlil gətirir. Yəni yerin öz birbaşa səthindən aralıdır. Bunlar hamısı icazəlidir. Burada heç bir problem yoxdur. İbn Munzir həmçinin necə bunu Əbu Hüreyrədən, Səhl ibn Abdullahdan rivayət edir və qalə və bihi qalə Şəfi və əshabur ray və deyir ki, həmçinin Şəfinin və ray əhlinin də, həmçinin Səvri Əhməd və İshaqın da rəyidir. Sufyan Yunus'dan, Yunus Übeyddən, o da An Abdurrabbihi, ondan An Abdurrabbihdən və qalə rəaytu Ənəsən. Tabiin deyir ki, Ənəsi gördün, Ənəs Məliki gördüm. Sallə yevməl cüm'əti fi ğurfətin bis salatil fi ğurfətin bil basrati bi salatil imam. Ənəsi gördüm, deyir, Basrada, otağında imamın namazını, yəni imama tabi oldu, namaz qıldı. İmama tabi oldu, namaz qıldı və həttəcə Əhməd bihədə. Və İmam Əhməd də bunu gətirib, bunu icazə olduğunu, bu hədisi gətirib, yəni Ənəsin bu rivayətinə istinad edərək bunu icazəli görüblər. Burada yəni nəyə yazıblar? Yəni cümə günü olub. Cümə günü olub. Əgər məsciddə olubsa, burada yəni birbaşa o insanın namaz qıldığı yerə qədər məsciddə olubsa,
yollar da əlbəttə yol sayılır. Yəni şərt deyil ki, sən yolu da bağlayasan. Yol da açıq olmalıdır. Yəni o müayinə deyilinizi biz görürük. Yol açıq, yəni şərt deyil ki, yol da dolsun, sonra sən arxada qalasan. Yox. Əgər ora qədər dolubsa, yəni ayrıda namaz imama qoşulmaqda problem yoxdur. Amma yox, əgər məscid boşdursa, bu halda namaz nə olur? Batil olur. Həmçinin ki, qaldı çarpayıda namaz qılmağa. Yəni Əbu Talib deyir ki, Əhməddən çarpayının üzərində namaz qılmağı soruşdum. Fərqi yoxdur, fərz olsun və yaxud da ki, nafilə olsun. Qalə nəam, dedi ki, bəli. İzə kən yumkinuhu misli sath. Məsələn, yəni möhkəmdirsə, saxlayırsa, namaz, yuməkkinuhu üzr istəyir. Yuməkkinuhu misli sath. Əgər o möhkəm saxlayırsa, məsələn, dam kimi qoy qılsın. Həmçinin İshaqdan da taxta çarpayının üzərində namaz qılmaqını soruşublar. Deyib ki, lə bə'sə bihi. Bu da hədis əhlinin rəyidir. Və o ki qaldı, şeyx deyir ki, bunlar hədis əhlinin və ümumiyyətlə sələfin, ümmətin bu icmasıdır. Ancaq qədimdə şazixçi xilafdan başqa. O ki qaldı İbn Ömərin rəvayətində ki, qarın üzərində, buzun üzərində namaz qıldı. O da, yəni İmam Buxari bunu, yəni müəlləq, sallə, yəni muczim, yəni belə deyək də, qəti rivayətlə gətirib. Yəni buna sığat-ı təmridlə yox, sığat-ül cəzmlə gətirib. Sığat-ül cəzm nə deməkdir? Yəni deyir ki, İbn Ömər qıldı. Yəni ki, olmuş bir şey kimi gətirirsə, bu da İmam Buxarinin bu rivayəti səhihləşdirməyinə dəlildir. Baxmayaraq ki, burada nədir? Müəlləqdir, isnadsızdır. Və həmçinin İbn Rəcəb deyir ki, Nass Əhməd alə cəvazi salati aleyhi və sucud aleyhi. İmam Əhməddən də yəni buzun qarın üzərində namaz qılmağı, icazəli olmağını və onu səcdə etməyin icazə olmağı rivayət olunur. Hətta əgər qar soyuqdursa, əziyyət verirsə, yəni gələcək, yəni üzərini paltar atmaqdan və hətta o da əziyyətdirsə, başı ilə, işarə ilə də namaz qılmaq olar xüsusi hallarda. Necə ki, buyur, Hərb deyir ki, Səmiyyət İshaqın Rahavayh rahiməhullah deyir ki, onu eşitdim, deyir ki, Yəqul, İdə salleytə fissəlci əvil ramadə əvil bərd əvil tin fəədəkə fəscud alə thobik. Əgər deyirsən, gilin, palçığın, buzun üzərində namaz qıldınsa və sənə əziyyət verdisə, yəni soyuq tutaq ki, yaş olacaqsan, sonra xəstələnə bilərsən və yaxud isti olsun, və yaxud soyuq olsun, dözə bilmirsən, onda paltarın üzərində səcdə et. وإذا اشتد عليك وضع اليدين على الأرض فدعهما على ثوبك. Hətta yəni əllərini də yerə qoymaq çətin gəlsə, tutaq ki, üzünü qoydun paltara. Əllərini də qoymaq yerə çətin gəlsə, əlini də yerə qoy, paltara qoy. Əv adxilhuma kəmmik. Və yaxud da ki, deyir onları, yəni əllərini, nədir bu ispallarını uzat, əlini yəni paltarın içine sal. Thumma əscüddəlik. Kədəlik. Sonra isə belə səcdə et. Və qalə səmi'tuhu mərratan uxra. Başqa bir yerdə eşitdim, deyir ki, in kunta fi yəni palçıq, soyuq, qar, su qarışıq yerdə olsan və səcdə etməyə qadir olmasan, yəni sənə orada əziyyət, zərər varsa, başınla imək et, başınla işarə et. Kədəlikə fəalə Ənəs ibn Məlik və Cəbir ibn Zeyd və qayrihimə və Ənəs ibn Məlikdən və Cəbir ibn Zeyddən və başqa sahabələrdən İshaqın Rahavayh rivayət edir ki, bunlar bunu ediblər. Şək yoxdur ki, Peyğəmbər s.ə.v sabit olub ki, palçığa da səcdə edib. Bu hansı haldadır? Yəni edə bilirsənsə et. Amma yox, edə bilmirsənsə, çətinlik varsa, bizim kimi məsələn soyuqdur, qardır, bilirsən ki, səcdə etsən qara, soyuq olacaq, sonra yəni xəstələnə bilərsən, çətinlik çəkə bilərsən, paltarın yaş olacaq. O halda əgər fərz namazı saxlaya bilmirsənsə, tutaq ki, elə bir yerdəsənsə, yer tapa bilmirsənsə, yəni işarə ediləndə minin üzərində necə Ənəsdən gəlib namaz qılmaq olar, xüsusi hallarda dediyimiz kimi. Yəni məzur, üzürüdür bu insan. Baxmayaraq ki, əsl odur ki, fərz namazı yəni minikdə qılınmır. Bu xüsusi hallarda incə Ənəsdən rivayət olunur. Ənəs bunu edib. Sonra İmam Buxari növbəti 377-ci hədisi gətirir. Buyurur ki, Qala həddəsənə Ali ibn Abdullah, qala həddəsənə Sufyan, qala həddəsənə Əbu Hazim.
Deyir ki, Əbu Hazim qalə səəlu Səhl ibn Sə'din min eyyi şeyin əl-minbər. Səhl ibn Sə'ddən soruşurlar ki, Peyğəmbər sallallahu əleyhi və səlləm minbəri nədən idi? Fəqalə mə bəqi bin-nas a'lam minni. Səhl ibn Sə'd deyir ki, bu barədə məndən yaxşı bilən heç kim qalmayıb. Huwa min əslil g'abə. Bu deyir ki, əslil g'abə, yəni Mədinədə bitən, yəni çöldə, səhrada bitən ağacdır. Bir müəyyən ağac növündən idi. Amiləhu fulan, mevlə fulanə li Rasulillah sallallahu əleyhi və səlləm. Yəni filankəsin mövləsi filankəs, yəni qadının mövləsi qul, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm üçün bunu düzəltmişdi. Və qam aleyhi Rasulullah sallallahu əleyhi və səlləm və Peyğəmbər sallallahu əleyhi və səlləm onun üzərinə qalxdı. Hinə umilə və vudiya. Yəni minbər düzəlib qoyulandan sonra Peyğəmbər sallallahu əleyhi və səlləm onun üzərində durdu. Fəstəqbələ qiblətə. Qibləyə tərəf döndü. Kəbbərə və qamən-nəsu xalfə. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm minbərin üzərinə çıxır. Üzü qibləyə dönür, təkbir gətirir və insanlar da onun arxasında səhv tuturlar. Fəqara və rəkə və rəkən-nəs. Və Peyğəmbər sallallahu minbərin üzərində, yəni namazı başlayır, oxuyur, sonra ruku edir və insanlar da rukuya gedirlər. Xalfəhu, arxasında. Yəni Peyğəmbər sallallahu imam idi, cəmaət onun arxasında namaz qıldı. Sadəcə o Peyğəmbər sallallahu harda idi? Minbərin üzərində, hündürdə idi. Thumma rafa ra'sahu thumma raja'al qahqara. Sonra Peyğəmbər sallallahu rukudan qalxandan sonra başını qaldırandan sonra raca qahqara, yəni arxaya tərəf qayıdır. Yəni yerə düşür. Pilləkənin üzərindən arxaya tərəf bir pilləkən düşür yerə. Fəsəcədə aləl ard və yerə səcdə edir. Thumma adə iləl minbər. Sonra təzədən durandan sonra, səcdən qalxandan sonra yenə minbərə çıxır. Thumma raka thumma rafa ra'sa və sonra rükü edir və sonra rüküdən qalxandan sonra yenə geriyə qayıdır, yenə yerdə səcdə edir. Fəhədə şə'nu və bu da yəni minbər haqqında olan söhbət də budur. Qalə Abdullah, sonra İmam Buxari deyir ki, Qalə Ali ibn Mədini. Ali ibn Mədini birisi də İmam Buxarinin şeyxlərindəndir. Qalə səələn Əhməd ibn Həmbəl. Deyir ki, Ali ibn Mədini deyir ki, Əhməd ibn Həmbəl rahimehullah məndən bu hədis haqqında soruşdu. Qalə fə innəmə əradtu ənə Nəbi sallallahu əleyhi və səlləm kənə ə'lə minən-nas fələ bəs ən yekuna limam ə'lə minən-nas bi hədəl hədis. İmam Əhməd deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu feili ilə nəyi bizə göstərir? İmam minbərdə və ya başqa yerdə cəmaatdan üstündür. Yəni arxada qalan namazlardan hündür yerdə durmuşdur. Bu hədis dəlildir ki, bu nədir? İcazəlidir. Fəqultu və mən deyir Əli Mədini, mən dedim ki, Sufyan ibn Uyeynə də o da kimdir? Əli Mədini şeyxlərindəndir. Deyir ki, Sufyan ibn Uyeynə kana yus'alu an hada kəsiran fələm təsma'hu minhu qala la. Və deyir mən də o sanki gəlir kimi gətirir ki, Sufyan ibn Uyeynədən də bu barədə çox soruşurdular və mən onu yox deyən eşitmədim. Yəni sanki Əhməd ibn Həmbəlin rəyini dəstəkləyir. Və başqa rivayətlərdə gəlib ki, bu hədisin Peyğəmbər sallallahu əleyhi və səlləm minbəri nə idi? 3 pilləkəndən ibarət idi. 3 pilləkəndən ibarət idi. Və buradan nə çıxır? Bugünkü minbərlərin, böyük minbərlərin bidət olmağı çıxır. Çünki onlar istəsəylər, onlar da böyük düzəldə bilərlər. Biz deyirik ki, məsləhətül mürsələ nədir? O şeydir ki, sahabələrin ehtiyacı var idi. Onu edə bilərdilər. Onu etməyiblərsə, bahslər məsələlərdən söhbət gedir. Bu bidət olur. Məsələn, təsbih kimi, minbərin böyük olmağı kimi. Yəni təsbihi də düzəldə bilərlər. Düzəltməyiblərsə təsbih. Ehtiyac da var idi saymağa, yaşlılar da var idi, saya bilməyənlər də var idi. Onunla bərabər səhabələr bunu etməyiblər. Etməyə qadir idilər. Bu da həmçinin o növdəndir. Əgər minbərə də ehtiyac var idisə, hündür etməyə, hündür edə bilərdilər. Etməyiblərsə demək ki, bu nədir? Bidət olur. Odur ki, qaldı, böyük olsun, o qədər uzun olur ki, səfi də kəsir və başqa müsibətlər. Bu hədis ümumiyyətlə icazəli dəlil deyil. Yəni ki, necə ki, Hənəfilərdə var. Hündür yer qoyurlar, imam orada durur, çıxır, daim qılır. Görmüş məscidlərdə. Bu bidətdir öz-özündə. Sanki Peyğəmbər sallallahu əleyhi və səlləm nə üçün çıxıb? Ehtiyac üçün çıxıb. O nə idi? İnsanlara təlim babından, insanlara öyrətmək babından. Necə ki, başqa rivayətlərin gəlib, "Summa raca'al fa sajada fi asfalil minber." Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm qayıdır, minbərin dibində, yəni yerə səcdə edir. Thumma raca fa fa'ala mislu zalika hatta faraga min salati. Və sonra yenə namazı qurtarana kimi bu vəziyyətdə də, yəni etdiyi kimi, yəni minbərdən çıxıb sonra geriyə qayıtdığı kimi o vəziyyətdə də namaz qılır.
Başqa ziyadədə gəlir ki, Peyğəmbər sallallahu buyurur ki, "Summa hədisdə buyurur ki, səhabə, "Summa aada falamma faraga aqbala alan-nas faqal." Və sonra Peyğəmbər sallallahu namazı qurtarandan sonra dönür insanlara deyir ki, "Ya eyyuhan-nas, innama sana'tu hada lita'tammu və lita'allamu bis-salati." Mən bilir bunu etdim ki, məndən nümunə götürüb namazı məndən öyrənəsiniz deyə bunu belə etdim. Yəni namazı minbərə çıxıb yuxarı çıxmağını, yəni rükunu göstərməyini, səcdəni göstərməyini mən insanlara yəni göstərmək üçün etmişdim. Bir hədisi də götürək. Növbə 378-ci hədis. Peyğəmbər sallallahu əleyhi və səlləm müəllif buyurur rahmeullah: "Qala haddathana Muhammed ibn Abdurrahim, qala haddathana Yazid ibn Harun, qala akhbarana Humayd at-Tawil an Anas ibn Malik." Humayd at-Tawil Anas ibn Malikdən rivayet edir ki, "Ən Rasulullah sallallahu əleyhi və səlləm saqata an farasihi fejuhishat saqahu aw katifahu aw katifuhu." Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Anas ibn Malik rivayet edir. Peyğəmbər atdan yıxıldı. Yəni onun ya bir rivayətdə yəni baldırı və ya da ayağın başqa bir hissəsi nədir? Yaralandı. Və alə min nisaihi şəhran. Həmçinin qadınlarından da bir aylıq, yəni nə etmişdi? Çəkinmişdi. Yəni ki, birisi and içmişdi ki, onların yanına bir ay daxil olmayacaq. Fəcələsə fi məşrubətin ləhu dərəcətuhə min cüzu'in. Və məşrubə nədir? Bizim desək, sanki bir eyvan kimi. Yəni taxtadan tikilmiş hündür bir yer evin qabağında, yəni orada qalırdı. Və onda da xurma ağacından tikilmiş eyvan deyək. Belə bir, yəni orada otururdu. Fətahu ashabahu yauduna. Və Peyğəmbər sallallahu səhabələri və onun həmçinin üzr istəyirəm, pilləkənləri də xurma ağacından idi. Yəni dəlil nədir? Hündür idi, pilləkənlərlə qalxırdılar. Yəni altı boş idi. Çardaq, bəli. Fətahu ashabuhu yauduna. Və səhabələr onu ziyarət etməyə gəldilər. Fəsallə bihim cəlisən və hum qiyam. Və Peyğəmbər sallallahu əleyhi və səlləm onları oturaraq namaz qıldır, yəni dura bilmirdi, ayağı çünki yaralanmışdı. Və onlar arxada ayağı üstə idilər. Yəni Peyğəmbər sallallahu oturmuşdu, xəstə idi. Səhabələr isə ayağı üstə namaz qıldılar. Fələmmə səlləm, nə vaxt ki salam verdi, namazı qurtarandan sonra buyurdu: "İnnəmə cu'ilə el-imamu liyutəmmə bih." İmam ona tabe olmaq üçün edilmişdir. فَإِذَا كَبَّرَ فَكَبِّرُوا وَإِذَا رَكَعَ فَارْكَعُوا وَإِذَا سَجَدَ فَاسْجُدُوا. İmam əgər təkbir gətirərsə, siz də təkbir gətirin. Sizə rüküyə gedərsə, siz də rükü edin. Səcdəyə gedərsə, siz də səcdə edin. Və in salla qa'iman fasallu qiyama. O ayaq üstə namaz qılarsa, siz də ayaq üstə qılın. Və nazala li 29. Və sonra deyir ki, bir ay Peyğəmbər sallallahu əleyhi və səlləm yəni qadınlarına ayrılıb olmağa söz vermişdi, and içmişdi. 29 gündən sonra düşdü. Fəqal ya Rasulallah innəkə əleytə şəhran. Və dedilər ya Rasulallah sən axı bir ay demişdin. Fəqalə innəş şəhra 29. Və Peyğəmbər sallallahu buyurur ki, ay nədir? 29 gündür. Yəni bəzi rivayətlərdə gəlir ki, ayağı qırılmışdı, bəzi əzi cırılmışdı, bəzi rivayətlərdə gəlir ki, qədəmi. Allah alim, yəni hamısı yaxın mənalardır. Qeyd etdiyimiz kimi İmam Buxari bu hədisi nəyə görə gətirir? Yəni onlar harada namaz qılırlar? Çardaqda namaz qılırlar. Çardağın da altı nə idi? Boş idi. Yəni yenə İmam Buxari, yəni altı boş bir yerdə, yəni yerdən aralı bir hündür bir tikilinin üzərində namaz qılmağın icazə olmağına bu hədisi dəlil gətirmişdir. O ki qaldı Peyğəmbər sallallahu əleyhi və səlləm səhabələrin onu ziyarət etməyi, bu da açıq aydındır. Xəstəni ziyarət etməyin sünnə olmağı və bu da müsəlmanın qardaşı üzərində olan haqqıdır. Və xüsusən də elm əhli buna daha layiqdir. Burada Peyğəmbər sallallahu əleyhi və səlləm ayaq üstə qılır, oturaraq qılır, səhabələr isə ayaq üstə qılırlar. Burada imamın ayaq üstə oturaraq qılmasına nə var? İcazə var. Yəni əgər ehtiyac varsa imam da oturaraq qıla bilər. Və buradan fayda nə çıxır? İmamın niyyəti ilə məmumun niyyətinin fərqli olması olar. Yəni məmum ayaq üstə qılır, niyyəti ayaq üstədir, imam isə oturaraq qılır. Və həmçinin burada tətəbbül imam li-əhval musallin. İmamın namaz qılanların halını, yəni maraqlanması, halına baxması, onların halını öyrənməsi var. Peyğəmbər sallallahu əleyhi və səlləm onları qadağan edir sonra başqa rivayət deyir ki, yəni oturaraq ayaq üstə namaz qılmağı. Və deyir, siz az qala, yəni kafirlərin əməlini etmişsiniz. Və burada nə var? Qadağa var kafirlərə oxşanmaq. Necə ki, o deyir ki, biqiyamihim alə mulukihim və hum culus. Onlar kafirlər nə edirlər? Padişahlar otururdu, onlar hamısı ayaq üstə durur, görmüsünüz.
Peyğəmbər sallallahu bunu qadağan edib, sanki namazda ona oxşadır ki, belə etməyin. O ki qaldı Əbu Bakır, Peyğəmbər sallallahu xəstəliyinə yaxın, ölümünə yaxın vaxtı Əbu Bakır imamlıq edir. Peyğəmbər sallallahu gəlib otururlar Əbu Bakırın yanında. O oturaraq qılır, Əbu Bakır ayaq üstə qılır və cəmaət də Əbu Bakırın namazını qılır. Onu biz desin keçmişdik ki, o da xüsusi halda ixtilaf olmağına baxmayaraq bəzi İmam Buxari bunu gətirir ki, o axırıncıdır. Yəni Əbu Bakırın hadisəsi axırıncıdır, yəni o icazəlidir. Amma bu hədisdə başqa rivayətlərdə Peyğəmbər sallallahu bunu qadağan edib. O da alimlər onu xüsusi hal kimi gətirirlər ki, Peyğəmbər sallallahu xəstə. Çünki orada deyir ki, insanlar Əbu Bakırın namazını qıldılar. Həm də Peyğəmbər sallallahu orada əvvəlcədən qoşulmamışdı, sonradan gəlmişdi. Allah alim o vaqiət eləyin kimi deyirlər. Yəni xüsusi bir haldır. Yəni Peyğəmbər sallallahu açıq aydın sözünə zidd ola bilməz. Bununla kifayətlənək. Allah Subhanahu taala istifadələr etsin. Subhanəkallahumma hamdik, əşhədü en la ilahe illə ent, əstəğfiruke və etûbü ileyk.